Thomas Erikson. Axmaqlar əhatəsində. Niyə bəzən elə gəlir ki, hamı axmaqdır? Bəzən elə olur ki, kiminləsə danışarkən sanki fərqli dillərdə danışırıq. Bir söz deyirik, amma qarşımızdakı tam başqa cür anlayır. Məhz bu zaman beynimizdə bu fikir yaranır. Mən axmaqlarla əhatə olunmuşam. Thomas Erikson bu ifadəni ironik mənada işlədərək bizə göstərmək istəyir ki, əslində problem başqalarında deyil, fərqliliklərdədir. Müəllif illərlə insan davranışlarını müşahidə etmiş və nəticəyə gəlib ki, insanların çoxu bir-birini anlamır. Çünki onlar fərqli davranış tiplərinə malikdirlər. Kimsə tez qərar verir, kimsə çox düşünür. Biri çox danışır, digəri susmağı üstün tutur. Birinə dəyişiklik xoş gəlir, o birinə isə sabitlik lazımdır. Bu fərqləri dərk etmədən qurulan ünsiyyət tez-tez anlaşılmazlığa, mübahisəyə və gərginliyə səbəb olur. Eriksonun məqsədi kiminsə axmaq olduğunu sübut etmək deyil. Əksinə, hər bir insanın davranışının arxasındakı məntiqi və psixoloji səbəbi anlamağa kömək etməkdir. O deyir ki, biz başqalarının fərqliliyini dərk etməyi öyrənsək, nə işdə, nə ailədə, nə də dostluqda çətinlik yaşamarıq. Bu məqsədlə müəllif insanları 4 əsas rəng tipi ilə təsvir edir. Bu sistemə rəngli davranış modeli deyilir. Rənglər sadəcə simvoldur. Onlar insanın temperamentini, qərar vermə tərzini və ünsiyyət formasını izah etməyə kömək edir. Qırmızı, lider, nəticə yönümlü, enerjili. Sarı, sosial, yaradıcılığa açıq, emosional. Yaşıl, sakit, səbirli, sabit və anlayışlı. Mavi, analitik, məntiqli, qaydalara sadiq. Müəllif deyir: sən öz rəngini tanıdıqca başqalarının rənglərini də tanımağa başlayırsan. Bu, həyat boyu qarşılaşdığımız insanlarla münasibətləri kökündən dəyişdirə bilər. Çünki artıq sən kimisə axmaq kimi görmürsən, sadəcə onun səndən fərqli düşünmə modelini başa düşürsən. Thomas Erikson kitabın bu hissəsində bizi bir səyahətə dəvət edir. Bu, nə akademik bir araşdırmadır, nə də psixoloji testlər toplusu. Bu, gündəlik həyat üçün yazılmış bələdçidir. Ofisdə rəhbərlə, ailədə həyat yoldaşı ilə, dostlarla və uşaqlarla daha aydın ünsiyyət qurmaq üçün sadə, anlaşılan və praktik bir sistem. Erikson deyir: axmaqlar yoxdur, sadəcə fərqli düşünən insanlar var. Kitabın əsas məqsədi də məhz bunu öyrətməkdir. Hər bir davranışın arxasındakı niyyəti anlamaq və bu biliklə daha dərin əlaqələr qurmaq. İndi əsas hissəyə keçək. İnsanları 4 əsas davranış tipinə bölmək mümkündür. Hər bir rəng bir xarakterin, tərzini, düşüncə və qərar vermə modelini təmsil edir. Bu 4 rəng birlikdə bütün insan davranışlarının mozaikasını yaradır. Qırmızı rəng dominant tip. Qırmızılar liderlik etməyi sevirlər. Onlar nəticəyə yönəlmiş, sürətli və qərarlıdırlar. Onlar üçün vaxt çox qiymətlidir və səbri azdır. Qırmızı insan konkretlik istəyir. O uzun-uzadı danışmaqdan xoşlanmır. Birbaşa mövzuya keçir. Əgər bir iş görüləcəksə, onun üçün əsas məsələ bunun necə deyil, nə vaxt baş verəcəyidir. Qırmızı insanlar çox vaxt rəhbər, menecer və ya təşəbbüskar olurlar. Onlar üçün mübarizə, risk və hədəf həyatı maraqlıdır. Lakin bu tip bəzən aqressiv görünə bilər. Onlar başqalarının hisslərini nəzərə almadan birbaşa tənqid edə bilərlər. Bu, onların niyyətindən yox, sürətli nəticə istəmələrindən qaynaqlanır. Qırmızı insanlar üçün qələbə vacibdir. Amma bu qələbə yalnız başqaları üzərində deyil, zaman üzərində də qələbədir. Onlar sürətli hərəkət edir,
gecikməyə dözə bilmirlər. Sarı tip, təsir edən tip. Sarılar sosial dünyanın günəşidir. Onlar enerjili, pozitiv və ünsiyyətçil insanlardır. Onlar üçün həyat bir səhnədir və hər görüş bir fürsətdir. Sarı insan danışmağı sevir, ideyalarla doludur, başqalarını motivasiya edə bilir. Onlar tez alışır, eyni zamanda tez soyuyurlar. Hər yeni fikrə maraqla yanaşır, lakin uzun müddətli davamlılıqda çətinlik çəkə bilirlər. Sarılar üçün münasibətlər ön plandadır. Onlar istənilən mühitdə enerji yayır, lakin bəzən diqqətsiz görünə bilərlər. Sarı insanı tənqid etmək çətindir, çünki o, tənqidi şəxsi hücum kimi qəbul edə bilər. O, daha çox tərif və anlayışa ehtiyac duyur. Yaşıl, sabit tip. Yaşıl insanlar sakit, səbirli və anlayışlıdırlar. Onlar üçün sabitlik və harmoniya həyatda ən vacib dəyərlərdir. Yaşıl insan riskə meyilli deyil. Dəyişiklikdən çəkinir. O, başqalarını dinləməyi bacarır və çox vaxt arxa planda qalmaqdan narahat olmaz. Bu tip insanlar etibarlıdır. Onlara güvənmək olar. Çünki verdikləri sözü yerinə yetirirlər. Yaşıl insanın ən böyük arzusu sülh və sakitlikdir. Onlar mübahisələrdən qaçar, konfliktlərdən uzaq durmağa çalışarlar. Amma məhz bu xüsusiyyət bəzən onların zəif tərəfi olur. Çünki yaşıl insan bəzən yox deməyi bacarmır. Başqalarının rifahı üçün öz rahatlığından keçə bilər. Mavi, analitik tip. Mavi insanlar dəqiqliyi, qaydanı və məntiqi sevirlər. Onlar planlaşdırmadan hərəkət etməzlər. Hər addımı ölçüb biçmək, səhv ehtimalını sıfıra endirmək istəyirlər. Mavi insan üçün faktlar, məlumat və analiz əsasdır. Bu tip insanlar çox vaxt tənqidi düşünür, hər şeyi sual altına alır. Onlar emosiyalara deyil, məlumatlara inanırlar. Mavi insan çox diqqətlidir, amma bu diqqət bəzən onu yavaş göstərə bilər. Çünki o, hər şeyi tam başa düşmədən qərar vermək istəmir. Mavi tip üçün qaydalar vacibdir. Onlar başqalarının da eyni cür düşünməsini gözləyirlər, amma unudurlar ki, hamı qaydalara eyni dərəcədə əhəmiyyət vermir. Bu 4 rəng arasında nə üstün, nə də zəif olan var. Hər biri bir funksiyanı yerinə yetirir. Cəmiyyətin davamlılığı üçün hamısına ehtiyac var. Müəllif deyir ki, insanlar çox vaxt bir rəngin dominant olduğu, amma digərlərindən də müəyyən qədər daşıdıqları bir qarışıqdır. Heç kim yalnız bir rəng deyil. Öz rəngimizi tanımaq, başqalarını başa düşməyin ilk addımıdır. İndi isə ən vacib hissəyə gəlirik. İnsanlar bir-biri ilə anlaşmadıqda, problem əslində onların pis niyyətindən deyil, fərqli ünsiyyət tərzindən qaynaqlanır. Hər rəngin danışmaq, düşünmək və qərar vermək forması başqalarından tamamilə fərqlidir. Məsələn, qırmızı ilə sarı bir araya gələndə söhbət adətən gürültülü və enerjili olur. Hər ikisi danışmağı sevir. Hər ikisi sürətli qərarlar verir. Amma fərq ondadır ki, qırmızı nəticə istəyir, sarı isə təəssürat. Qırmızı üçün əsas sual nə vaxtdır, sarı üçün isə necə olacaq sualıdır. Bu fərq onların münasibətində bəzən xaos yarada bilər. Qırmızı sarını çox emosional sayır, sarı isə qırmızını çox sərt hesab edir. Əgər hər iki tərəf bu fərqi dərk edərsə, biri enerjisini nizamla, digəri isə dinamizmlə tamamlayar. Qırmızı ilə mavi münasibətində gərginlik qaçılmaz olur. Qırmızı sürətli qərarlar istəyir, mavi isə hər şeyi 2 dəfə yoxlamadan addım atmaz. Qırmızı üçün sürət gücün göstəricisidir, mavi üçün isə dəqiqlik. Qırmızı mavini ləng, mavi isə qırmızını səthi görür. Halbuki bir-birlərini tamamlayanda bu iki rəng əvəz olunmaz komanda yaradır. Biri hərəkət verir,
digəri istiqamət. Qırmızı ilə yaşıl arasında isə səssiz bir ziddiyyət olur. Yaşıl insan sakitliyi axtarır, qırmızı isə hərəkət. Qırmızı üçün yaşıl çox passiv görünür, yaşıl üçün isə qırmızı çox tələskəndir. Əgər qırmızı biraz yavaşlayıb dinləməyi, yaşıl isə daha açıq danışmağı bacarsa, bu münasibət sabit və məhsuldar olar. Sarı ilə mavi bir-birinə ən uzaq iki tərzdir. Sarı ilhamla, hisslərlə hərəkət edir, mavi isə yalnız faktlarla. Sarı ideyaların selində boğula bilər, mavi isə onları analizlə dayandırmaq istəyər. Sarı mavini darıxdırıcı, mavi isə sarını məsuliyyətsiz sayır. Əslində bir-birini tamamlayan iki tərəfdir bunlar. Biri ideya gətirir, digəri onu reallaşdırmaq üçün struktur qurur. Sarı ilə yaşıl münasibətində balans tapmaq mümkündür. Yaşıl sabitlik gətirir, sarı enerjini artırır. Amma yaşıl üçün sarının dəyişkənliyi yorucu ola bilər. Sarı isə yaşılın sakitliyini bəzən laqeydlik kimi başa düşür. Əgər sarı yaşılın səbrindən, yaşıl isə sarının optimizmindən faydalanmağı öyrənsə, bu münasibət çox sağlam olar. Mavi ilə yaşıl münasibəti ən sakit, amma bəzən ən passiv bir birləşmədir. Hər ikisi konfliktlərdən qaçır, hər ikisi sabitliyi sevir. Amma biri qaydaları, digəri isə harmoniyanı qorumağa çalışır. Onlar nadir hallarda mübahisə edərlər, lakin bəzən münasibətləri çox yavaş irəliləyər. Thomas Erikson deyir ki, hər iki tərəf ünsiyyət zamanı öz dilindən çıxıb qarşısındakının dilində danışmağı öyrənməlidir. Əgər qırmızı bir anlıq sürətini azaldarsa, mavi artıq qorxmur. Əgər sarı biraz diqqətlə qulaq asırsa, yaşıl özünü rahat hiss edir. Ünsiyyətin sirri başqalarını dəyişdirməkdə deyil, öz tərzini uyğunlaşdırmaqda gizlidir. Müəllif qeyd edir ki, biz başqalarının davranışını nəzarət altına ala bilmərik, amma reaksiyalarımızı idarə edə bilərik. Hər dəfə kiminsə davranışı bizi qıcıqlandıranda özümüzdən soruşmalıyıq. Bəlkə o sadəcə mənim rəngimdən fərqlidir. Bu sual münasibətləri qoruyur, konfliktləri azaldır və ünsiyyəti aydınlaşdırır. İş mühiti rənglərin ən çox toqquşduğu sahədir. Burada hər bir fərdin tərzi, prioriteti və məqsədi fərqlidir. Müəllif deyir ki, insanların əksəriyyəti işdə yaranan gərginliyin səbəbini şəxsi antipatiyada görür, amma əslində problem davranış fərqlərindən qaynaqlanır. Qırmızı işçi və ya rəhbər nəticəyə fokuslanır. O vaxt itirməkdən nifrət edir. Hər kəsin öz işini vaxtında və səmərəli görməyini istəyir. Qırmızı rəhbər üçün tapşırıq aydın, nəticə ölçülə bilən və vaxt konkret olmalıdır. O, uzun izahatlara dözməz. Bu cür insanlarla işləmək çətin ola bilər, amma onların enerjisi və qərarlılığı komandanı hərəkətə gətirir. Onlar nəticə istəyir və bunu əldə etmək üçün hər şeyi planlaşdırır. Lakin qırmızı rəhbərlərin tənqidi tonu həssas insanlarda stres yarada bilər. Sarı işçi və rəhbər motivasiyanı və ilhamı əsas sayır. Onlar üçün iş prosesi əhval-ruhiyyə ilə bağlıdır. Əgər ab-hava müsbətdirsə, nəticə də yaxşı olur. Sarı rəhbərlər komandasını ruhlandırmağı, hər kəsi iştirakçı etməyi bacarır. Amma onlar bəzən planlaşdırmanı unuda, prioritetləri itirə bilərlər. Sarı insan ideya ilə doludur, lakin icra mərhələsində bəzən dəstəyə ehtiyac duyar. Yaşıl işçi komandanın sabitliyidir. Onlar sakit, səbirli və etibarlıdırlar. Tapşırıq verildikdə onu düzgün, ardıcıl və səssiz şəkildə yerinə yetirirlər. Yaşıl işçi dəyişikliklərdən narahat olur, lakin komandanın balansını qoruyur. Onlar konfliktlərə girməz, amma başqalarının gərginliyini hiss edib onu azaltmağa çalışarlar. Yaşıl rəhbər isə demokratik və anlayışlı olur, amma çox vaxt sərt qərar verməkdə çətinlik çəkir. O, hər kəsin razı qalmasını istəyir və bu bəzən vaxt itkisinə səbəb olur. Mavi işçi mükəmməlliyə can atır. O, tapşırığın detalları ilə maraqlanır. Hər şeyi 2 dəfə yoxlayır.
Mavi işçi üçün yaxşı nəticə kifayət deyil, düzgün nəticə vacibdir. Onlar qaydaları, hesabatları, sistemləri sevirlər. Mavi rəhbər analitik və ədalətlidir, amma bəzən emosional dəstək göstərməkdə çətinlik çəkir. Onun üçün faktlar hər şeydən üstündür. Müəllif deyir ki, ideal komanda bu 4 rəngin balansında yaranır. Qırmızı qərar verir. Sarı ideya gətirir. Yaşıl sabitlik yaradır. Mavi sistemi qoruyur. Əgər komanda yalnız bir rəngdən ibarətdirsə, orada ya xaos ya da durğunluq hökm sürür. Məsələn, çox sayda qırmızı varsa, nəticə tez alınar, amma insanlar tükənər. Çoxlu yaşıl varsa, sakitlik olar, amma dinamika itər. Müəllif bildirir ki, iş mühitində uğurun sirri rənglərin bir-birini tamamlamasında və hər kəsin öz rolunu dərk etməsindədir. Ailə münasibətləri, dostluq və sevgi insanın ən dərin emosional sahələridir. Bu sahələrdə anlaşılmazlıqlar iş mühitinə nisbətən daha çox ağrı yaradır. Thomas Erikson deyir ki, əgər biz işdəki insanlarla fərqli düşünürüksə, onları dəyişmək məcburiyyətində deyilik. Amma ailədə və yaxın münasibətlərdə bu fərqlilikləri anlamamaq zamanla uzaqlaşmağa səbəb ola bilər. Qırmızı insan ailədə lider rolunu götürür. O hər şeyi idarə etməyi, qərar verməyi sevir. Onun üçün planlılıq və nəticə vacibdir. Amma bəzən bu xüsusiyyət qarşı tərəfdə mənim fikrim dəyərləndirilmir hissini yarada bilər. Qırmızı üçün sevgi bir hərəkətdir. O, sözlə deyil, əməli ilə göstərir. Lakin bu, emosional tərəf üçün bəzən kifayət olmur. Qırmızı tipli valideynlər uşaqlarından məsuliyyət və intizam gözləyirlər. Amma unudurlar ki, hər uşaq onların tempinə uyğun deyil. Qırmızı biraz səbir göstərməyi öyrənəndə ailə içində harmoniya yaranar. Sarı insan ailədə enerji və sevinç mənbəyidir. Onun yanında can sıxıcılıq olmaz. Sarı sevilmək və sevdirmək istəyir. Ünsiyyətə ehtiyacı böyükdür. Amma bu tip bəzən diqqətini tez itirir. Sabit münasibətlərdə darıxa bilər. Onun üçün romantika daim yenilənməlidir. Sarı tipli valideyn uşaqları ilə oynamağı, onlara motivasiya verməyi sevir. Amma qaydaları tətbiq etməkdə çətinlik çəkə bilər. Əgər qarşısındakı insan anlayışla və sabitliklə davranırsa, sarı bütün enerjisini sevgi üçün xərcləyir. Yaşıl insan ailənin dayaq sütunudur. Onun üçün sakitlik və sabitlik ən böyük dəyərdir. Yaşıl insan münasibətdə səssiz, amma dərin sevgi ilə bağlıdır. O, qarşısındakının ehtiyaclarını dinləyir, başqalarını özündən üstün tutur. Bu tipin zəif tərəfi öz fikrini deməkdə çətinlik çəkməsidir. Bəzən o daxildə narazıdır, amma mübahisədən qaçmaq üçün susur. Halbuki sevgi münasibətində səmimiyyət susqunluqdan daha vacibdir. Yaşıl valideyn uşaqlarına sabitlik, qayğı və təhlükəsizlik hissi verir. Amma sərhədləri qorumaq üçün bəzən daha qətiyyətli olmalıdır. Mavi insan ailədə qayda və məsuliyyətin təcəssümüdür. Onun üçün söz və əməl eyni dərəcədə vacibdir. Mavi insan hər şeyi planlayır, riskdən qaçır və münasibətlərdə sabitlik axtarır. O sevgini hisslə deyil, etibarlılıqla göstərir. Amma emosional tərəf bəzən mavini soyuq hesab edə bilər. Halbuki o içində çox dərin hisslər daşıyır, sadəcə onları ifadə etməyi çətin bilir. Mavi valideynlər intizamı və doğru davranış öyrədirlər. Onlar üçün uşağa məsuliyyət hissi aşılamaq sevginin bir formasıdır. Müəllif deyir ki, əks tiplər bir-birini tamamlayır, amma fərqlilikləri anlamadan bu tamamlanma mümkün deyil. Əgər sarı ilə mavi evlidirsə, biri ilham, digəri sistem gətirir. Qırmızı ilə yaşıl birləşibsə, biri hərəkət, digəri sabitlik verir. Əsas məsələ bu fərqləri dəyişdirməyə çalışmaq deyil, onları qəbul edib uyğunlaşmağa öyrənməkdir. Thomas Erikson bildirir ki, münasibətlərdə ən vacib şey empatiyadır.
Empatiya başqasını öz rənginə çevirmək deyil, onun rəngini başa düşməkdir. Thomas Erikson deyir ki, başqalarını anlamağın başlanğıcı özünü tanımaqdan keçir. Əgər insan öz davranış tərzini, reaksiyalarını və motivasiyalarını anlamırsa, başqalarının fərqlərini də düzgün qavraya bilməz. Öz rəngini tanımaq üçün müəllif oxucuya bir neçə sadə müşahidə üsulu təklif edir. Əvvəlcə öz gündəlik davranışlarını izləmək lazımdır. Qərar verərkən daha çox nəyə üstünlük verdiyini müşahidə et. Hisslərinə yoxsa faktlara. Əgər hər şeydə dəqiqlik və qayda axtarırsansa, çox güman ki, mavi rəng səndə üstünlük təşkil edir. Əgər insanların rifahı, sakitlik və balans sənin üçün daha vacibdirsə, yaşıl tərəf güclüdür. Əgər nəticə və hədəf sənin motivasiyandırsa, qırmızı xüsusiyyətlər ön plandadır. Əgər yeni ideyalar, yaradıcılıq və sosiallıq sənə enerji verirsə, sən sarısan. Müəllif vurğulayır ki, insan yalnız bir rəngdən ibarət deyil. Biz hamımız bu 4 rəngin müxtəlif nisbətlərdə qarışığıyıq. Amma adətən bir rəng digərlərindən bir qədər daha dominant olur. Özünü tanımaq, bu dominant rəngi və onun necə təzahür etdiyini görmək deməkdir. Erikson yazır ki, insan çox vaxt özünü yanlış görür. Məsələn, sarı tip özünü sosial hesab etməsə də başqaları onu daim söhbətçil kimi görür. Ya da mavi insan özünü sadəcə diqqətli hesab edir, amma əslində başqaları onu həddən artıq tənqidi sayır. Bu fərq daxili niyyətlə xarici təsirin eyni olmamasından yaranır. Ona görə müəllif məsləhət görür ki, insan öz rəngi barədə qərar verərkən yaxınlarından da fikrini soruşsun. Çünki bəzən başqalarının bizi necə gördüyü, bizim özümüzü necə gördüyümüzdən daha doğrudur. Öz rəngini tanımaq həm də onun güclü və zəif tərəflərini qəbul etmək deməkdir. Qırmızı insan liderdir, amma bəzən səbirsizdir. Sarı pozitivdir, amma bəzən məsuliyyətsiz görünür. Yaşıl sabitdir, amma bəzən qərarsız olur. Mavi analitikdir, amma bəzən emosiyadan uzaqdır. Heç biri mükəmməl deyil, amma hər biri dəyərlidir. Müəllif deyir ki, öz rəngini bildiyin an artıq başqalarını da fərqli rənglərdə görməyə başlayırsan. Bu, münasibətlərin və ünsiyyətin tamamilə yeni bir mərhələsidir. Çünki artıq başqalarının davranışı səni qıcıqlandırmaq yerinə maraqlandırmağa başlayır. Öz rəngini anlamaq insanı azad edir. Çünki o zaman sən başa düşürsən ki, hər kəsin dünyaya baxışı sənin baxışın kimi deyil. Amma bu, səhv demək deyil. Bu, sadəcə fərqlilikdir. Thomas Erikson deyir ki, heç kim tək rəngli deyil. Hər bir insanda bu 4 davranış tipindən izlər var. Sadəcə bəziləri bir rəngi daha çox göstərir, digərləri isə az. Həyat boyu bu rənglərin nisbəti dəyişə bilər. İnsan təcrübə qazandıqca, emosional zəka artdıqca o, digər rənglərin xüsusiyyətlərini də inkişaf etdirə bilər. Məsələn, qırmızı insan yaşlandıqca bir qədər yaşıl xüsusiyyətlər qazana bilər. Səbir, empatiya və sakitlik. Mavi insan isə illər keçdikcə sarının enerjisini və yaradıcılığını mənimsəyə bilər. Bu dəyişikliklər insanın çevrəsinə uyğunlaşması nəticəsində baş verir. Müəllif bunu davranış elastikliyi adlandırır. 4 rəng arasında balans tapmaq müdrikliyin əlamətidir. Bu o deməkdir ki, insan vəziyyətə uyğun olaraq fərqli davranış tərzlərini tətbiq edə bilər. Məsələn, rəhbər kimi qırmızı, dost kimi yaşıl, valideyn kimi mavi, yaradıcılıqda sarı olmaq mümkündür. Hər vəziyyətin öz tələbi var və ağıllı insan o tələbi tanıyıb uyğunlaşa bilir. Müəllif vurğulayır ki, balanslı insan öz rəngindən utanmır. Əgər sən təbii olaraq sakit və sabit bir insansansa, özünü qırmızı kimi göstərməyə çalışmaq lazım deyil. Eyni zamanda əgər sən enerjili və sosial bir insansansa, bunu gizlətməyə də ehtiyac yoxdur. Hər rəngin öz yeri və dəyəri var. Erikson qeyd edir ki, 4 rəng bir orkestra kimidir. Qırmızı ritmi verir, sarı melodiyanı, yaşıl harmoniya yaradır, mavi isə tempin qorunmasını təmin edir. Əgər bu 4 səs bir-biri ilə uyğunlaşırsa, ortaya gözəl bir musiqi çıxır.
Amma biri digərlərini üstələməyə çalışanda harmoniya pozulur. İnsan davranışında da bu prinsip keçərlidir. Əgər biri həddən artıq dominantdırsa, ətrafındakıların fikirlərinə yer qalmır. Əgər biri həddən artıq analiz edirsə, qərarlar gecikir. Əgər yalnız sabitlik axtarılırsa, inkişaf dayanır. Əgər yalnız əyləncə ön plandadırsa, məsuliyyət itir. Balans, bütün bu hissələrin uyğun miqdarda bir arada olmasıdır. Thomas Erikson deyir ki, insan həyatında ən böyük inkişaf o vaxt başlayır ki, o yalnız öz rəngini deyil, digər rəngləri də qəbul etməyi öyrənir. Bu, həm daxili sakitlik, həm də sosial harmoniya gətirir. Müəllifin fikrincə müdriklik odur ki, sən yalnız danışmırsan, dinləyirsən. Yalnız özünü göstərmirsən, başqalarını da görürsən. Yalnız qazanmaq istəmirsən, anlamağa da bacarırsan. Bu anlayışa çatan insan artıq öz rənginin həbsində deyil. O bütün rənglərlə ünsiyyət qura bilir və bununla da həyatda ən böyük azadlığa sahib olur. Anlama azadlığına. Thomas Erikson kitabını belə bir fikirlə tamamlayır. Dünyanı dəyişmək istəsən, əvvəlcə öz baxış bucağını dəyiş. Biz ətrafımızdakı insanları çox vaxt yanlış qiymətləndiririk. Çünki onların davranışını öz düşüncə sistemimizlə ölçürük. Halbuki hər bir insanın fərqli təbiəti, fərqli motivasiyası və fərqli dünya görüşü var. Axmaqların əhatəsində bizə öyrədir ki, anlaşılmazlıq axmaqlıqdan yox, fərqlilikdən doğur. Kiminsə sənə uyğun düşünməməsi onun səhvi deyil, onun başqa bir baxış bucağına sahib olmasıdır. Əgər sən bu fərqləri görməyi, anlamağı və qəbul etməyi bacarsan, artıq heç kim sənə axmaq kimi görünməyəcək. Müəllif deyir ki, biz hər gün özümüzdən fərqli insanlarla qarşılaşırıq. İşdə, evdə, küçədə, internetdə. Bu qarşılaşmalar bəzən bizi əsəbləşdirir, bəzən çaşdırır. Amma əgər biz bu insanlara onların rəngi ilə baxmağı öyrənsək, həyat daha asanlaşar. Qırmızı insanın tələskənliyi artıq aqressiya kimi görünməz. Sarının enerjisi səthi kimi qəbul edilməz. Yaşılın sakitliyi laqeydlik sayılmaz. Mavinin dəqiqliyi tənqid kimi görünməz. Kitabın əsas mesajı da budur. Anlamaq dəyişdirməkdən daha güclüdür. İnsan başqasını dəyişməyə çalışanda müqavimət yaranır. Amma onu anlamağa çalışanda körpü yaranır. Hər bir rəng o körpünün bir parçasıdır. Erikson oxucuya bu fikirlə müraciət edir. Ətrafında səni qıcıqlandıran insanlar çox ola bilər, amma bəlkə də onlar sənin öyrənməli olduğun xüsusiyyətlərin daşıyıcılarıdır. Qırmızıdan cəsarəti, sarıdan ümid və enerjini, yaşıldan səbr və anlayışı, mavidən məntiq və nizamı öyrən. Kitabın sonunda müəllif bir sadə, amma dərin cümlə ilə mesajını yekunlaşdırır. Axmaqlarla əhatə olunmamısan, sadəcə fərqliliklərlə əhatədəsən. Onları anlamağa öyrən və dünya sənə tamam başqa rəngdə görünəcək.